Babasildən sağalmaq istəyən insanlar, babasil çölə çıxıbsa, düyünlər varsa, çat varsa, məcbur oldum axır belə çəkirəm. Deyirlər suyu nə qədər tökəyin, necə eləyə baxın. Bax, spitska korobkasını görürsünüz. Bax, bunu belə qoymursunuz. Hündürlüyünü deyirəm. Bu qədər su lazım deyil buna. Bax, belə qoyursunuz. Yəni, bu hündürlüyündə su lazımdır. İndi suyu da tökün bura, bir dənə sizə göstərim. Suyu tökürük, biraz isti. Bir dənə baxaq. Baxın, təxmini bax, azdır bu su. Bu su azdır. Biraz da tökmək lazımdır. Artıq suyu tökdüm. Yaxşıdır. Yəni, tam batmasa da, bura batmış kimi var. Su biraz xatırladım ki, ilıq olmalıdır. Çox isti də yox. Betadin də ki, götürürsünüz. Bax, betadini, bax. Bu apteklərdə satılır. Tökürük suya. Görürsünüz, su rəngin dəyişənə qədər tökməli. Bir dənə bu betadin, məsələn üçün bu ucuzu da var, 5-6 manata da var, 10 manata, bu 10 manata olandır. Bundan siz 7-8 dəfə eləməlisiniz. Çox tökmək olmaz bunu. Adam var deyir, bir dəfə tökdüm, bir dəfəyə tökdüm bura. Xeyr. Qəşəng bunu bax belə tökürük bura. Sonra bunu qarışdırırıq. Mən özüm bununla sağalmışam ha. Deyim onu sizə. Məndə babasil çölə çıxmışdı. Düyünlər də var idi. Azdır. Görürsünüz, su rəngini dəyişmədi. Qutardı. Bu məndə son idi. İnansınız, mən sizə görə almışdım. Neçə dəfə çəkmişəm. Biraz da tökmək lazımdır ki, su biraz da rəngin elə bir qırmızıya çalsın. Sonra deyərəm ki, bu da kifayətdir. Amma biraz da töksəz daha yaxşı olar. Sonra da burada 15-20 dəqiqə oturulur. Çox isti olmasın ha su, ilıq. Yəni yandıran olmasın. Soyuyana qədər oturursunuz. Bir də bununla bərabər bu bağa yarpağı, belə deyim də, toxumunun çiçəyinin tozudur, bax bu. Ağ rəngdə. Bundan gündə bir xörək qaşığı, bir stəkan suya qarışdırın, səhər tezdən için. Elə qarışdıran kimi için, üstündən də 5 stəkan su için ki, bu qəbizliyi aradan qalxsın. Bu qəbizliyi aradan qalxmasa, bu mümkün deyil. Bu sağalacaq düyünlər, məsələn üçün çölə çıxan babasil, amma qəbizliyi varsa yenə yaranacaq. Bax belə. Xahiş edirəm hər birinizdən bu videonu bəyənin, paylaşın ki, insanların qarşısına çıxsın, insanlar götürsün, eləsin. Yəni o kremlərdir, zadlardır, nə bilim, neçə firmalar nələr təklif edir, hamısı yalan şeylərdir. Bir də bununla sağalırsan da, 10 manatdır da bu. Nə istəyirsən? Bir dənə də qəbizliyi aradan qaldır, vəssalam, qutardı ki, bolca bir dənə su iç ilə, heç olmasa günə 1 litr yarım, 2 litr su içmək lazım ki, bu bağırsaq yuyulsun, təmizlənsin, qəbizlik yaranmasın. Bax belə, mən özüm bununla sağalmışam. Neçə insanlar bununla sağalıb, neçə. Say hesab yoxdur.